Sabahınız xeyirli olsun. Məlumatlar ondan ibarətdir ki, bir neçə dəqiqədən sonra Bakı məhkəmə kompleksində təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının ittiham olunduğu cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi davam edəcək. Növbəti baxış iclasında müdafiə tərəfi çıxış edəcək. Qeyd edək ki, ötən məhkəmə iclasından başlayaraq müdafiə tərəfinin çıxışlarına başlanılıb. Ötən iclasda bir neçə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Bugünkü iclasda isə digər təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcəklər. Ondan əvvəlki məhkəmə iclasında isə dövlət ittihamını müdafiə edən prokurorlar çıxış etmişlər və təqsirləndirilən şəxslərə müvafiq cəzaların verilməsini məhkəmədən xahiş etmişlər. Eyni zamanda zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri, həmçinin onların nümayəndələri də məhkəmədə çıxış edərək dövlət ittihamçıları ilə razılaşdıqlarını və həmin müvafiq cəzaların da təyin olunmasını məhkəmədən xahiş etmişlər. Qeyd edək ki, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirli bilinirlər. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, çoxsaylı maddələri ilə ittihamlar irəli sürülür. Məhkəmə prosesi açıq keçirilir. Müdafiə tərəfinin vəkillərinin çıxışlarından sonra isə təqsirləndirilən şəxslərin çıxış edəcəklər. Onlara da son söz veriləcək məhkəmədə və qeyd edək ki, bununla bağlı məhkəmədə hər bir təqsirləndirilən şəxsin hüquqlarını iki müdafiəçi vəkil müdafiə edir. Eyni zamanda onların fikirlərini sərbəst şəkildə çatdırması üçün rus və erməni dilində onlara tərcüməçilər ayrılıb. Hazırlıq prosesi aparılır. Məhkəmənin növbəti baxış iclası üçün hazırda zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin qeydiyyatı aparılır. Onlar tədricən qeydiyyatdan keçdikdən sonra prosesin keçirildiyi Bakı məhkəmə kompleksinin inzibati binasına daxil olurlar və qeyd etdiyimiz kimi bir neçə dəqiqədən sonra məhkəmə iclası başlayacaq və biz bugünkü iclasda baş verən hadisələrlə bağlı, bugünkü iclasla bağlı daha geniş məlumatları isə xəbərlərin növbəti buraxılışlarında tamaşaçılara daha geniş şəkildə çatdırmağa çalışacaq. Hələlik isə bu saata Bakı məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.